Ana qurban, niyə ağlayırsan? Niyə ağlayırsan ana qurban? Ana, Can, biz hamımız öləcəyik də, düzdür? öləcək oğlum, öləcək. Bəs öləcəksə niyə bir-birimizin qəlbinə dəyirik? Niyə bir-birimizə pislik eləyirik? Niyə bir-birimizə badala qatırıq ana? Bilirsən oğlum, yavan insanlar çoxdur da. İstəyən də var adamı, istəməyən də var, yaxşımız da var, pisimiz də var. O Allah yaradıb, hamı bir-birinə yaxşı olmalıdır oğlum. İndi o Allahın işi diyor ki, bəndəsi görürsən, sən artırsan, bir iş görürsən, səni xainliği içəcək. Qoymay sən ayağa qalxasan. Ana, müsəlman olaraq bizə yaraşmır axı bu hərəkət. Oğlum, sən keyf eləginən, heç kimi keyfi almaginən. Heç dərd çəkmə. Canın sağ olsun, bax şura dönərəm, gözləri yaşını ana qurban. Ana, sevmirəm bu Bax şura dünyanı. dönərəm, ağlama. Öldürüb ağlayan milləti təəssüflər olsun. Öldürüb ağlayan milləti, inkişafına mane olub öləndən sonra tərif eləyən milləti, nə qədər ki sağdır, zillətlə öldürürlər. Öləndən sonra çinlərin üstündə izzətlə aparırlar.